Düzünü desəm, mən heç imtahanın asan olmasını da istəmirəm. İndi səbəbini desəm, siz də istəməyəcəksiniz. Çünki siz müəyyən qədər baza biliklərindən birinci imtahana getmisiniz və müəyyən bal toplamısınız. Amma indi ikinci imtahan asan olsa, sadə olsa, siz də, sizin rəqibləriniz də yüksək bal toplayacaq. Yəni siz 55 bal toplamısınız, gedib artıracaqsınız, 65 eləyəcəksiniz. Sizin 65 bal toplayan rəqibiniz gedib 75 eləyəcək və bu da artıq formalaşan balların qalxması deməkdir. Məsələn, jurnalda mənim sizə göstərdiyim 55, 56, 57 bal göstərilən ixtisasların artıq rəqabət yüksəldiyi üçün balı da yüksəlmiş olacaq. Məsəl üçün, belə deyim də, 10 yer ayrılıb və 10 yer uğrunda mübarizə 55-60 bal arasında indi gedirsə, imtahan asan olsa, hamı yaxşı bal toplasa, həmin rəqabət balı 65-70 arası olacaq. Bu da artıq balların qalxması, aşağı ballı tələbələrin nisbətən kənarda qalması deməkdir. Ona görə əslində biz dua eləməliyik ki, imtahan bu səviyyədə olsun, yenə birinci tur səviyyəsində olsun. Sadəcə siz daha yaxşı hazırlıqlı, daha təcrübəli formada imtahanda iştirak edib, həmin səviyyədə uyğun daha yüksək nəticə toplayasınız.